Bakıda yağış, rayonlarda isə sulğar gözlənilir. 5 may üçün hava proqnozu. Həftənin ilk iş günü 5 may tarixində ölkə üzrə hava şəraiti ilə bağlı yeni proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq. Gecə saatlarında və səhər bəzi ərazilərdə yağış yağacağı ehtimal olunur. Bəzi yerlərdə isə bu yağıntıların qısa müddətli və leysan xarakterli ola, hətta şimşək çaxa bilər. Gecə və səhər saatlarında duman müşahidə edilə bilər. Şimal-qərb istiqamətli külək əsəcək. Paytaxt və yarımadada havanın temperaturu gecə 12-14 dərəcə isti, gündüz isə 18-22 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa qədər artacaq. Nisbi rütubət gecə 70-80%, gündüz isə 60-65% təşkil edəcək. Bölgələrdə də hava arabir yağıntılı keçəcək. Müxtəlif ərazilərdə şimşək çaxması və güclü leysan yağışlarının olması mümkündür. Hətta bəzi yerlərdə dolu düşə bilər. Dağlıq ərazilərdə isə yağıntıların sulu qara keçməsi ehtimal olunur. Arabir duman müşahidə oluna bilər. Şərq küləyi əsəcək, bəzi bölgələrdə küləyin güclənməsi istisna edilmir. Rayonlarda gecə saatlarında temperatur 10-15 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecələr 2-7 dərəcə, gündüzlər isə 7-12 dərəcə isti hava müşahidə ediləcək. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.